Və bu da Kamal Umudlunun start və beləliklə Qəbələ Araz Naxçıvan görüşü başladı. Zirəyə məğlub oldu səfərdə 0-1. Araz Naxçıvanın Turan Tovuzla maçı 1-1 hesabla heç şey ilə yekunlaşdı. Uzaqdan zərbə qarşıda alındı. Qarşılığı var burada. Növbəti zərbə. Qeyri dəqiq. Ötən tur Turan Tovuzla maçı ilə baxımlı bir gol vurdu. Gözlə deyir hakim. Sürətlə irəliyir Masumo. Cərmə meydançasındadır. Ötürmə geri. Zərbə olacaqmı? Hücum davam edir və hakim heç şey yoxdur deyir. Bir daha epizodun təkrarına baxırıq. Burada ayağını yığmağa çalışırdı Araz Naxçıvanın futbolcusu. Bu Diniyevidir. Baxırıq. Artıq rəqiblə təhlükəli ola bilər bu hücum. Ovusu. Zərbə endirir və gol! 15-ci dəqiqə. Qəbələ hesabda önə keçir. Prince Ovusu. Baxaq bir daha epizodun təkrarına. Oyundan kənar vəziyyət əldə yoxmuş kimi görünür. Burada en azı Bruno Franco meydanın özünə ait hissəsindəydi. Bir neçə santimetre olsa belə. Ovusu isə xətt üzərindən hərəkətə başladı. Və burada təbii ki önünü boşaltdı Domi Masumo. Diqqəti, fikir verin. Kənara çəkilməklə bir anlı burada Isuf Paro ikisinin arasında qaldı, bilmədi ara geçsin və yekun nəticə olaraq Prince Ovusu təsdiq gəldi budur. Uğurlu çıxış etmişdi Araz Naxçıvan ilə bunun bəlkə də önünü bu hücumu izləyək. Qapıya zərbə. Yerindədir qapıcı. Səlahiyyət Ağayev topu tutur. Diniyev. Patrik Andrade. Ondan ötürmə Ürfan Abbasov. Barkohen. Qapı qarşı gələn növbəti top və hesab bərabərləşir. 33-cü dəqiqə Araz Naxçıvan bərabərlik qolunu vurur. 1-1 olur hesab. Oyundan kənar vəziyyət yoxmuş kimi görünür bəli. Bəxtiyar. Barkohen ondan ötürmə və Bəxtiyarın toxunuşu top istiqamətini dəyişir və tora daxil olur. Hesab bərabərləşir 1-1. Felipe Santos'u meydandan aldı. Elmar Baxşiyev onun əvəzinə ötürmə gəldi qapı qarşısına. Başla zərbə və top qapının üstündən keçir. Murad Musayevin zərbəsi təhlükəli olur amma dəqiq alınmadı. Bəxtiyar bərabərlik qolunu vurur və komandalar fasiləyə heç-heçə ilə yollanırlar. 13-14 dəqiqədən sonra yenidən birlikdə olacaq. Qəbələ hücumdadır. Geri ötürmə. Jaime Sierra çəkdi sol ayağını. Zərbə endirir. Çərçiyə gedən zərbə. Qəbələ hücumda. Masumo. Balua qapıya baxır. Zərbə endirdi. Top qapıda aralı keçir. Çünki toxunuş var. Bir daha baxaq epizodun təkrarına. Bəli, bax bu epizodda Isuf Paro topa toxunur. Birinci hissədə olduğu kimi yenə təzyiqlə başlayıb Qəbələ komandası. Masumo. Çox gərgin bir mübarizə izləyirik və Simakala, Qəbələnin iki futbolcusu meydandadır, yıxılıb. Ötürmə, qapıya zərbə, qapıcı Səlahət. Səlahət Ağayev komandasını qoldan xilas edir bu epizodda. Amoa üzündən zərbə aldı. Masumo da həmçin daha əvvəl yıxılmışdı və bu isə Araz Naxçıvanın yaratdığı həmin epizodun təkrarı. Patrik Andrade qapıya baxır, zərbə endirdi. Qapıcı Səlahət Ağayev. Yaxın ötürmə etmişdi, təzyiq altında olan komanda yoldaşı ötürmə etmişdi. Yəni hər halda Səlahət burada topu daha uzağa vurmaq lazım olduğunu bildirir. Ötürmə qapı qarşısına. Hücumu davam edəcək. Araz Naxçıvanın Simakala. Növbəti ötürmə. Ramon Machado, zərbə və yenə Səlahət. Səlahət Ağayevdən əla bir seyf. Bu isə
Bax bu epizod isə Qəbələnin qapıçısı Səlahət Ağayevin o seyvinin təkrarı idi, hansı ki Ramon Machado'nun endirdiyi zərbədən sonra belə bir seyvlə yadda qalmışdı. 3 nəfər dayanıb canlı səddə. Balua zərbə və gol! 59-cu dəqiqə. Balua top canlı səddədə idi. İstiqamətini dəyişdi. Qapçı üçün əl çatmaz oldu. Baxaq bir daha. Qapçı. Burada hətta Simakala əlini açdı, top dirsəyinə dəydi, istiqamətini dəyişdi və qapçı çata bilmədi. 2-1. Top elan sahiblərindədir. Ovusu irəliyir. Ovusu da Masumo'ya. Masumo! Qapçı Christian Avram. Görünən qədərilə. Az əvvəlki epizodun təkrarını izləyirik Qəbələnin hücumu zamanı. Endirilən zərbə. Balua daha bir out. Bu dəfə Ülvi İskəndərovdan. Top meydandan çıxır. Noay Rəşidov. Skadadze. Alxasov. Simakala. Və qayda pozuntusu, sarı vərəqə çıxır. Murad Musayev, qırmızı vərəqə. Qırmızı vərəqə Simakalanı yıxdığı üçün Murad Musayev. Sarı vərəqəsi var idi onun. İlk sarını birinci hissədə almışdı. Variantı qalmamışdı. Belə demək mümkünsə baxırıq bir daha. Bu toxunuş kifayət etdi Simakalanı yıxmaq üçün. Yeni zərbəni yerinə yetirmək olar. Fit verildi. Nono Rodriguez qapıya zərbə endirir. Top qapıdan aralı keçdi. Küncdən zərbə də istəyir, toxunuş var deyir. Final fitini verir hakim və bir gözündə Murad Musayevdə idi. Baxırıq, top qapıdan aralı keçdi. Küncdən zərbə istəyirdi Araz Naxçıvan futbolçuları. Hakim bildirir ki, vaxt da bitib, final fitini verdi və beləliklə Qəbələ komandası cari mövsüm ikinci qələbəsini qazanır.